Səccad əleyhissalam mübarək Ramazan ayında özü qoyun alardı. Məsələn, bir yerdə qoyun satırlar, gedərdi özü alardı. Gətirərdi, onu özü kəsərdi qoyunu. Onu özü doğrayardı. Onu özü qazana boşaldardı. Onu özü bişirərdi. Oruc ağza olduğuna görə dada bilməzdi. Bəzən gələrdi, onun qoxusundan iyləyərdi, koklayardı. Onun qoxusunu alardı və ondan zövq alardı. Və onu gətirərdi, süfrədə düzərdi, iftara insanları çağırardı, özü ondan qidalanmazdı. Görür, and olsun Allaha, gör kimdir məşhur? Kərim Əhlibeyt. Kərim Əhlibeyt. Deyir, özü ondan qidalanmazdı, özü xurma ilə iftar eləyərdi, qonaqlarına ondan verərdi. Və ona deyərdilər ki, ağa sən Bu niyə... ehsanda tam özü iştirak edir. Tam özü, hər nəyi özü eləyərdi, amma özü qidalanmazdı. Deyərdilər, niyə belə eləyirsən, ağa? Deyərdi ki, çünki mən eşitmişəm İmam Əli belə eləyərdi. Babam İmam Əli belə eləyərdi.